Salam, xoş gördük hamınızı. Bu güllər hələ ki belə qalıblar. Bunları bayrama görə almışdım. Hələ ki şükür pis qalmayıblar. Düzdür, quruyanlar da var, amma qəşənglər də var. 2 dənə almışdım. Bir dənə də yekə almışdım. O совсем qurudu deyə onu tulladıq. Amma bunlar yaxşıdır deyə indi istəyirəm aparım bunları yenə əkim o keçən dəfə əkdiyimin yanında. Çünki baxdım ki, o çiçək açdı. Ona görə deyirəm elə əkim evin qabağında qəşəng görsənsinlər. Bir də burada belə orxideya var. Bunu da mənə 8 martda vermişdilər, 8 martda hədiyyə vermişlər. Gülləri üstündə 5-6 gülü var idi. Hamısı düşdü. Bir dənə bu qaldı. Elə qəşəng idi, belə solubdu. Bu da düşəsidir hamısı. Amma belə qəşəng yarpaqları qəşəng qalıbdı. İndi bunu dedilər ki mənə, bunun suyun içinə qabı qoymalıyam. Bunun içində belə taxtaları var. Belə. Bunlar deyir, nəmişliyi çəkilər özlərinə, nəm olurlar. O buna nə qədərə bəsdir bir, 10 günə deyir bəsdir. O su buna. O sonra o taxtanın özündən bunun kökləri su içirlər. Yenə samavar çayı eləyirik. İndi evdəyik, indi deyəsiniz hər vlog paylaşıram. Amma evdəyik deyə çalışırıq ki, samavar çayı eləyək. Çünki adi vaxtı 6 bazar evdə oluruq. Onda da o qədər başqa işlər olur ki, heç çaya vaxt qalmır onu eləməyə. Bunu da həmişə samavar çayına işlədirik deyə belədir. Bu içi qaralıbdır, amma ancaq onunla işlədirik də samavar çayı eləyəndə dəmi bunda qoyuruq. Bu qədər bəsdir. Bir də biraz kəkotu qoyacağım. Burada kəkotu qurusu var. O yaşdan onu yığıb şeyləmək lazımdır. Da saranda qoyub gedə bilmirəm deyə ona görə elə biraz belə bu qurudan qoydum bəsdir. Çox qoymaq istəmirəm. Çox olanda dadı yaxşı olmur. Ona görə elə biraz qoydum, bu qədər bəsdir. Belə bir şirniyyat eləmək istəyirəm. Bizdə paxlavadan içlik qalıbdır. Qozla şəkər. Onu istəyirəm istifadə eləyim. Çox qalmasın qoz. Çox qalanda dadı dəyişir belə interesini. Qoz yağlıdır axı. O yağ elə bil ki, iylənən kimi olur. Ona görə xarab olur da. Ona görə dedim elə bir şey belə hazırlayım. Bu dəfə duru yağla istəyirəm eləyəm. Belə duru yağ var. Bunu biz yeməyə işlətməkdə, yeməyə o çəkilmişini alıq mağazindən, onu göstərmişəm. Bundan da alıram belə hərdən şirniyyatlara işlətmək. Bunu hazır elədim. Umacı yağdır, bir də undur. Mən hardan bilirəm ki, yağ tamam bəsdir. Belə eləyirəm. Əgər bu belə qalırsa, deməli yağ una bəs eləyibdir. Əgər qalmırsa, deməli yağ əlavə eləmək lazımdır. Bunu da mən YouTube'da baxanda bir xanımda öyrənmişdim. İndi burada qatığı qoymuşam. Qatığa da sodadan töküm biraz. Biraz deyəndə hardasa bir çay qaşığı kimi tökürəm. Burada da belə yumurtanın sarısı mənə lazım idi. İşlətdim, yumurtanın ağı qaldı. İçinə sarı düşmüşdü deyə bunu işlədə bilmədim. Bir də bizi eləmək istəyirəm. Bizi uşaq vaxtı həmişə onu yeyirdik. Xoşum gəlirdi, mama elirdi. İndi onunla mən eləmək istəyirəm. Ona görə bu 2 dənə yumurtanın, bu yumurtaları, bunun da başı qırılıbdır belə. Bu 2 yumurtanın ağını saxlayacağım ki, bizi eləyim. Sarısını qatacağım bunun içinə. Bir də bu qatığı qatım, bir xəmir yoğurum. Xəmir hazırdır. Xəmiri belə yoğurdum. Qəşəng bir xəmir alındı. Məncə qəşəng çıxacaqdır. Əgər yaxşı çıxsa, bundan sonra elə ancaq duru yağla eləyərəm inşallah. Üstünü də belə örtüm. Bir 15-20 dəqiqə qalsın. Hər xəmiri belə eləmək lazımdır. Xəmiri hazır eləyəndən sonra biraz qoymaq lazımdır ki, bir 15-20 dəqiqə özünə gəlsin.
Şirniyyatımız hazırdır. Sizin üçün də çəkmək istədim. Qəşəng alındı. Yəni əgər evdə kərə yağı yoxdursa, duru yağla eləmək olar. Çox da qəşəng alınır. Dadı da qəşəngdir. Uşaqlar da bəyəndilər. Mən də dadına baxdım, çox qəşəngdir, bəyəndim. Əkdim bunun yanından, bunları da ikisində. Bu görürsüz, bu açmışdı, təzədən yenə soldu, bilmirəm niyə, amma açmışdı. Qəşəng belə gülləri açmışdı, amma yenə soldu. Bəlkə də yağış çox yağdı, axır günlər ona görə oldu. İndi bunları da əkdim, bu üçünü yan yana. Yəqin ki, inşallah yaxşı olar, çiçək açarlar yenə. Qablarını da götürüm, tulluyum. Yəqin ki, bu qablar heç nəyə lazım olmaz da, balacadılar. Onun üçün də nə əkmək olar ki? Tulluyuram həmişə bunları. Gedim baxım görüm. Samavar keçməyib ki. Arada belə baxıram ki, kömür atım, keçməsin. Axşama kimi içək, axşam artıq kömür atmayacağım içinə. Hə, azalıbdı kömürü, biraz kömür artırım içinə. Heç əlcəyə giyməyəcəm, əlimi yuvaram, heç nə olmaz. Heç ölsələm yoxdur, onu giyinim. Haycan, Sara, nədir? Mən də kuxnadan çıxan kimi Sara dalımca qaçır ki, mama hanı yoxdur. Yo, düşmək olmaz Sara, Sara. Ha, nədir? Düşmək olmaz da gəlirəm. Get, gəlirəm, nədir? Heç bu düşsün də aşağı. Harası getsin. So. İndi bu özü yavaş-yavaş kömür yanacaq. Samavarda isti qalacaq. Hə, gedək. Əlini mamaya ver, gəl gedək. Şirniyyatı bişirdim, bitirdim. İndi də bizəni istəyirəm eləyim. Ona görə gətirdim bizəni ölçüm. Şirniyyatı da yarısını yığmışam burada ki, uşaqlar hamısını dağıtmasınlar. Bunu axşam çayla içək deyə ayrıca qoymuşam burada. İndi bunu ölçməliyəm. Yumurtanın ağını yandırım. Qram. Bunun özünü birinci ölçüm nə qədərdir, sonra sıfır eləyim. İndi dəqiq biləcəm ki, yumurtanın özü nə qədərdir. Deməli, yumurta 63 qram. Bunun 2 qatını mən götürəcəm. 126 götürməliyəm indi şəkəri də. Şəkəri də ölçüm. Hə, şəkəri də qabı da qoydum, sıfırladım. İndi 126 qram da şəkər götürməliyəm. Biraz çox oldu. Oradan qaşıq götürüm, qaşıqla götürüm. Hə, indi bunu mən 126 eləməliyəm. Şəkərdən biraz götürüm. 422. So, 126 da şəkər götürürəm. İndi çalacağım. Yumurtanın ağını səfsim çalım. Qatılaşanda da şəkəri töküm. Biraz da limu duzu səfsim az tökürük. Məndə bu kondiser torbalarından yoxdur deyə baxdım ki, internetdə pingvinə eləmək olar. İndi pingvinin belə başını deşdim. Bunu saldım bura. Məndə burada ondan çoxdur. Belə var, bundan var. Bununla da istəmirəm eləyəm. Bu parça kimidir. Yaxşı alınmayacaqdır. Ona görə pingvində elədim. Bir də belə də başlıqlar var. Məndə belə dəmir. Bilmirəm bunlar nətər olacaqdır deyə bunlarla eləmədim. Belə cürbəcürdür. Bəlkə də bu yaxşı alınardı. Görün. Bu bəlkə də yaxşı alınardı, amma yenə də o balacanı deyirəm eləyim. Bu da yaxşı alınar, bəlkə də bəzəkli alınar. Amma bu balacanı eləyəcəm. İndi bu stakanın içinə qoyum, içini doldurum, eləyim. Belə alındılar. Bir lis 2 yumurtadan bu qədər alındı. Məncə yaxşıdır, tamam yaxşıdır. Yaxşı da alındı. İndi 90 dərəcədə qoymuşam. 90 dərəcədə isinsin. Sonra listlər də içində qalıb. Yaxşı ki, hələ tam isinməyib. Götürüm listləri də. Tamam isinsin. Sonra 90 dərəcədə qoyacam ilk 1 saat. 1 saata bu qurumalıdır. Belə üstü zadı qızarmamalıdır. Ancaq qurumalıdır. Ona görə 90 dərəcədə qoyuruq. İndi isinsin, mən bunu içinə qoyum, qurusun. Quruyandan sonra da sizə tamam çəkərəm necə alındı. Dilərimiz də artıq hazırdır.
İnanırsınız 90 dərəcədə qoymuşam deyiş. Duxovkanın listi də o qədər isinməyib. Elə ancaq belə biraz isti olub ki, bunlar qurusunlar. İndi uca hazırdılar. Bayaq uşaqlar gəlib baxanda bunları biraz şeylədilər. Amma əgər bax belə qopursa, deməli artıq hazırdır. Sara ala. Qoy görək Sarın bəyənəcək. Ala. Ala. Nətərdir? Qəşəngdir. Ye. Sara bəyəndi, deməli qəşəngdir. Beləcə alındılar. İndi kim istəsə eləsin, mən resepti tamam paylaşmışam, necə elədim. Qəşəng də tez hazır olurlar. Belə alındılar, qəşəng. İçində qırım, içinə də baxasınız necə olur. Kim istəsə lap çox qurudar ki, içi belə yumşaq qalmasın. Bizimkində içi biraz belə yumşaq qalıbdı. Uşaqlar elə xoşladılar, ona görə mən belə saxladım. Belə, sizlə də burada sağollaşım. İnşallah gələn vloglarda görüşənədək sağ olun.